Şagirdlər məktəbdə kitab oxumaq və yeni məlumatlar əldə etmək üçün hansı otaqdan istifadə edirlər? Dostlar, kitab oxumaq və yeni məlumatlar əldə etmək üçün kitabxanaya getməliyik. Hansı şəkildə kitabxana görürsünüz? Əlbəttə ki, C variantında. Verilmiş şəklə uyğun davranış qaydası hansıdır? Şəkildə cavan oğlan yaşlı qadının yol keçməsində ona köməklik göstərir. Yəni ona qarşı mehriban və qayğıkeş davranır. Amma onun hərəkətinin səhlənkarlıq ya da təcrübə ilə heç bir əlaqəsi yoxdur. Doğru cavab B variantındadır. Verilmiş şəklə əsasən ortaq xüsusiyyətini müəyyən edin. Dostlar, hər iki şəkildəki uşaq öz hobisindən, öz maraqlarınla məşğuldur. Ona görə də üst-üstə düşən ortaq olan C variantı maraqlar cavabıdır. Tural və Tuncayın saç, göz rəngi və boyları fərqlidir. Saydıqlarımız hansı xüsusiyyətlər qrupuna aiddir? Nə sayılıb? Saç, göz rəngi, boy. Bunlar görünüşlə bağlı olan əlamətlərdir, düzdür? Yəni, xarici əlamətlərdir. Nə şəxsi keyfiyyətlər, nə də istedadlar deyil. Doğru cavab B variantındadır. Təsviri hansı fəaliyyət qrupuna aid etmək olar? Şəkildə qız və oğlan bitkilərə qayğı göstərirlər. Yəni, onlar təbiəti qorumağa çalışırlar. Təbiət sevərdirlər. B variantı doğru cavabdır.